Hariydim ben bu vəziyyətdə bax. Ha. Nə xaladinlik qaldı. Hamısı üzürdü. Baba O neler var idi. Yemeğimiz, kış azqalarımız getdi. 27 sentyabr gecəsi başlayan leysan yağış Laqodehi Bələdiyyəsinin Qabal mahalında həyatı iflic edib. Qabal mahalı ətrafındakı çaylar məcrasından çıxaraq Gəncəli, Uzuntala və Qabal kəndində ciddi fəsadlar törədib. Sular geri çəkilsə də dağıntının miqyası dəhşətlidir. Bir sıra evlərin birinci mərtəbələri su altında qalıb, avtomobillər və əkin sahələri yararsız hala düşüb. Quşlar və ev heyvanları tələf olub. Ən acınacaqlısı isə sakinlərin qış üçün topladığı ərzaqların tamamilə məhv olmasıdır. Aylarla yığılan zəhmət bir gecədə leysan sularına qərq olub. Qabal mahalı indi həm fiziki, həm də mənəvi fəlakətlə üz-üzədir. Aktualci xəbər portalına müraciət edən yerli sakinlər fəryad edir və kömək istəyir. Neler var idi. Yemeğimiz, kış azqalarımız getdi. Öyün altında, üstündə maşınlar bax suyun altında qaldı. 2 maşın xarab oldu. 2 metrəyə qalıqdı. Suyun içində qaldıq. Çıxa bilmirdik suyun içindən. Zorla çıxmışıq. Vəziyyət bax çox ağırdı bizim. Kömək istəyirəm. Mən kömək istəyirəm. Xəstə adamam. Zorla ağaçla gəzirəm. Bax nələrimiz, divandı, kreslo, hamısını maşın doldu. İndicə maşına doldurdular, apardılar. Bütün axıtdı bizi. Kömək istəyirəm sizdən. Kömək. Ay hökumət, ay cəmaət. hariydim ben bu vəziyyətdə bax. Ha. Nə xaladinlik qaldı. Hamısı üzürdü. Baba hamısı üzürmüş. Başımızı oradan qaçırmışım. Uşaqlarımı qaçırdım. Mən məcbur uşaqları qaçırdım. Bir dənə şeyim qalmadı. Nə pulum qaldı, nə şeyim. Hamısı qən-qəhər oldu getdi. Mən hariydim. 50 bin kreditim var, 50 bini mən nə ilə ödəyim, ay kişi, mən onun ailəmi dərdi çəkim, mən kreditin dərdi çəkim, ay kişi. Malların üçünü qutardım, üçü də getdi, baba. Damı da çəkə bilərsən, bax. Nə vəziyyətdəyim. Baba, buradan, zorla qutarmışam ikisini. Qalanın, çoxu axdı getdi. Uşaqlar təzdən gəlib qutarıb. Neçəsi getdi, axdı getdi, bax. Nə vəziyyətdir, bax. Bax, gör. Burada mal durardım. Zorla uşaqlar ikisini nəyə qutarıb, danalar axıb. Balaca buzoylar axıb. İlə malları qutarıb, buzoylar axıb gedir. Hər bir şeyimiz suyun altında qalıb, mal suyun içində qalıb. Unumuz, dənimiz bütün qən-qəhər eləyibdir. Nə bizə kömək lazımdır, damba qayırmaq lazımdır. Biz də özümüz də köməklik verə bilərik. Dambaya işləməyə hamı hazırdır. Bir büyünlə deyil ki, savağımız da var, bir sönümüz də var. Hər şeyimiz mərf olub, farıq gedir. Budur, bax, qardallarımız, hər şeyimiz bax, palçığın içində, arpamı, bax, balqona töymüşük, suyun içindən çıxardıb, taxılı. Malımız var, suyun içində qalır. Rayon hakimiyyətləri, bax, kömək edin. Dırdırı yeldən gedir, bu suya baxa bilərsiniz. Bizə kömək lazımdır, dəstəyiniz lazımdır. Torpaqsa bütün yuyulub, bir 6 metrə yeri yuyulub. Bir maşın odundan daçqa yarım yoxdur. Hamısı getdi, bax, boşdur qapı. Burayı dünən təmizlədik bir törü zorla. Bütün palçıq idi. Bu gördüyün kimi, bax. Laqodehi meriyası Qabal mahalına dəymiş ziyanın qiymətləndirilməsi üçün xüsusi komissiya yaradıb. Vəd olunub ki, yerli əhaliyə yardım göstəriləcək. Lakin bunun nə vaxt baş verəcəyi hələ məlum deyil.